Dostla dostluq edirsən, dostla heç nə görmürsən. Məsəl üçün, ailə qurursan, bütün ürəyimin sirrilərini, həyatın bəzi o nətər deyərlər, çatışan, çatışmayacaqlar. O adamla bölürsən, axıracan bölə bilmirsən, o da sənə qarşı neysə başqa cür çıxır. Həyatda çox şey ola bilər. Mən deyərdim ki, bax belə ən yaxın adamma həyatda. Mən bağışlaya da bilərdim, bağışlayıram da. Amma yaxın dostuma, mənimlə çörək kəsib, məsəl üçün, bir yerdə şor çörək yiyib, bir yerdə dərdlərimizi bölüşdürən adam, xain çanda, adama qarşı pis, belə niyyətli olanda, onları mən bağışlaya bilmirəm. Bağışlaya bilmirəm.